Gəldi mesaj. Aha. Kəmalə xanım, Ülviyə Namazova sizinlə nəyi bölüşə bilmir? Baxaq görə, öyrənək görək nəyi bölüşə bilmir. Diqqət Kəmalə xanıma. Allah hamd olsun, sən məni 100% dalaşdıracaqsan. Yox, Allah eləməsin. Mən bax burada tamaşaçıların suallarını verirəm. Bir şey çıxıb gedim, mən bu barədə danışmaq istəmirəm. Yox, bax nədir, bax nə istəyirlər sizdən? Bəlkə bir pillə üstünsüz ona görə. Bir pillə olmaz, çox olar, amma... Hadi deyin də, danışın da, ay Kəmalə xanım. Mən qalmaqala salmayım. Qalmaqal deyil bu. Bax bu, tam mən göstərdim də mesajda sizə. Tamaşaçıların, tanımıram bunların heç birini. Yəni bizi izləyən hörmətli tamaşaçılarımızdır ki, 055 645 19 65 nömrəsinə yazırlar və sizi sevənlərdir. Bilirsiniz necədir? Mən sizə bir dənə sözüm. Ola bilsin Ülviyə xanım son zamanlar repertuarı düzgün seçmir. Oxuduğu mahnıları, necə deyim, son zamanlar ola bilsin xalq tərəfdən uca sevilmir. Yəni belə bir şeylər ola bilər. Ola bilsin düzgün janrda da oxumur. Yox, həmən janrdadır. Yəni mahnıları düz seçmir. Ona görsün biraz reyting düşər, qalxar. Yəni tema bu ola bilər. Başqa yəni Ülviyə xanımla bizim elə intriqamız yoxdur. Bəlkə bir paxıllıq falan ola bilər? Özü də belə... Hal-hazırda onu keçmişsiniz axı reytingdə. Reytingdə, hə, ancaq o biraz muğama daha... Sənətdə? O biraz muğamçıdır. Mən biraz estradnikam da, biraz fərqlidir bizim. Amma istəsəz oxuya bilərsiniz də. Oxumuşam da zaten zamanında. Bəs bu son zamanlar... Oxumuşam mən yaxın qonşu efirlərdə. Şahnaz muğamı bilirsiniz də? Şahnaz muğamını bilirəm necə olur, amma onu mən oxuya bilmərəm. Gəlin belə bir söz danışaq da. Bax, görürsünüz Ülvi bəy, mən alqışlayıram Kəmalə xanımı. Mən... Deyir ki, adam, üzr istəyirəm, deyir ki, oxuya bilmərəm. Amma bir də var ki, oxuya bilməyən, mən Şahnaz muğamı filan yerdən oxumuşam. Axı, oxumuşam deyib, yoxsa oxuyacam deyib? Oxumuşam deyib. Harada oxuyub, biz görməmişik. Oxumuşam deyib. Harada oxuyub? Oxumuşam deyib. Və deyib, mənim sayəm. Evdə, mən də hər şey oxuyub. Ya yuxusunda oxuyub, ya evdə oxuyub. Gəlsin səhnədə oxursun, sənətkarların yanında. Evdə mən də hər şey oxuyuram, elə şeylər oxuyuram, amma səhnədə yoxdur onlar. Və bilirsiniz nə deyir Kəmalə xanım? Deyir, mənim sayəmdə tanındı. Yenə sağ olsun. Yaxşıdır deyilir. Yəni sizcə bu normal düşüncədir? Baxın, mən sizə bir dənə söyləyim, Ofeliya Şabanova, buradan salamlayıram. Yaxın o barədə fikir bildirdi. Onu Ofeliya Şabanova oxuyar, o bacarar, öhdəsindən o gələr. Nəfəs xanım Ofeliya ilə özünü səhv salıb, deyib mən onu oxuyaram, nə bilim, neyniyərəm. Mən yəni buradan Nəfəsi də salamlayıram, o da bizim dostumuzdur, həmkarımızdır. Amma bu Nəfəsi deyil axı, yalandan oxuyaram, o elə deyil. Onu Ofeliya daha gözəl oxuyar. Bilirsiniz, Ofeliya onu bacarar. Gülməli bir cavab deyir. Yəni, gülməli ümumiyyətlə söhbətdir ki, deyir, mən onu məşhurlaşdırdım, hamının yadından çıxmışdı. Elə deyir də, adam deyir, mən onu tanıdım. Nəfəs onu oxuya bilməz. Mən də görməmişəm, balan nə deyim. Həqiqi oxuya bilməz. Xan əminin olmasın, bu olsun filmində Xan əmi bir parça Şahnaz muğamını oxuyur. Yəni onu oxumaq üçün biraz Yaşar Nuriyev demişkən lazımdır. Hə, vallahi. Zillərə dəymək. Bir də kimdə nə yoxdur, niyə ondan danışır Kəmalə xanım? Ömrü boyu belə olub da, bilmirsiniz ki. Həmişə belə olub, elə də olacaq. Bax, niyə də, niyə onda bu pafoslu çıxışlarla insanların o fikirlərini qarışdırırlar? Valla bu biraz qarışıq bir şey, onu özündən soruşmaq lazımdır. Niyə belədir, o fikri bildirənlər. Bəlkə reyting xatirinə. Gündəmdə qalmaq üçün olsa zaten hər şey eləyər də, bilirsiniz. O indi biz nə vaxt bilinəcək? Mən də çox şey deyirəm. Mən məsəl üçün falan, əman, 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 ay əman, əman. O zilləri var, onların sənin səs imkanı olmalı ki, sən onları oxuyasan da. Səs imkanları olmalı. Əlbəttə, yanına mən də çox şey deyirəm. Oxumaq olar evdə. Hə, evdə oxuyur. Evdə. O bilsə nə vaxt bilinəcək, çıxandan sonra bilinəcək ki, bu oxudu, yoxsa oxumadı. Söhbət ondan gedir. Biz tamaşaçının zövqünü məhv eləyə bilərik bunu, kiminlə istəyirəm. Məsəl üçün, mən deyirəm ki, qatar muğamı bilirsiniz də, o da çətin bir şeydir. Mən onu oxuyaram, oxumuşam da efirlərdə. Mən bilirəm ki, onu öhdəsindən gələcəm, ağzımdan çıxardıramsa, eləyirəm. Və sən o ağzından çıxardırsa, sonra öhdəsindən gələ bilməyəcəksən axı. Yox, bu zapis deyil axı, Şahnaz muğamını canlı oxumaq lazımdır. Zapis olar eləmək, yəni onun nəsə bir improvizasiya eləmək, balaca bir nəsə oxuyaq, amma ümumi olaraq muğamını özü oxumaq. Heç neçə ildir muğama gedənlər, sənət